Əsma aşkım. 3, 2, 1. Herkese salam. Salam, salam. Bu tərəfində haralardaydın? Çoxdan da görmürdüm səni. Deməli, uşaqlar bugün artıq uşaqların kanalında da məni tez-tez görəcəksiniz. Evet arkadaşlar, bakın biz kanalımıza video çevirmiyoruz. Ofisin kanalına video çekiyoruz. Şimdi ofis için bizim kanalımıza sizin video çekecek. Aha, düzdür. Deməli, bugün bir çox mövzumuz var. Birincisi qeybət eləyəcəyik. Bizim videolarımız, qışqırtmalarımız haqqında danışacağıq. İkincisi, dünən xatırlayırsınızsa, mamama qışqırtma eləmişik. Şəhriyarın bacısı gildə saçımı yığım, üzümü hazırlayım makyaja. Mamamla uşaqların münasibəti haqqında danışacağıq. Və ondan da əlavə, mən bugün makyaj eləyəcəm. Əsnadsa mənim nəyi vurub, nəyi vurmayacağımı gözü yumulu hər yox deyərək onaylayacaq. Hazır mısınız? Evet. O sen ne dedin? Hazır mısınız dedin? Yox, nasılsınız? İyi misiniz? Sen nasıl mısınız be? Seti qatışdı uşağımın. Nasılsınız? İyi misiniz? Deməliyim. Arkadaşlar kapıyı bir gösterebilir miyim? Göster. Bakın böyle bir şabacının ben tazlanmıştım. Böyle bir çöne. Çok güzel. Evet. Saçımda mən yığmışam, tac yığmışam. Bakın. İndi bu qabın içində 3 dənə makyaj markası yazıb qoymuşam. Kiko, inşallah ki o çıxar. MAC və Essence. 3 dənə marka qoymuşam. Hansından ki məhsullarım çoxdur. Mən seçəcəm, gözlə. Deməli, hansı marka çıxsa, ancaq onun məhsulları ilə makyaj eləyə bilərəm. Alır mısınız? Yəni, başqa əlavə heç nə işlədə bilmərəm. Ümid eləyirəm, nəsə başa düşüblər. Tamam, o zaman seçirəm, hazırsınızsa. Ses. Qaçışdırıram da belə. Allahım, yalvarıram, gözlə. Çıka düşmeyecek. Hemen düşecek. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 düşəni seç. Çok güzel makyaj. Qızım, gəl görün bura. Görək nə markası çıxdı. Oho! Çıka. Ay. Çak! Niyə Ayzibil? İstəmirdin Kiko çıxsın? Allah demiyor, sen çıkalı kurban ol. Allah eləməsin, dərsən Kiko'ya nüş qurban olsun. Kiko çıxdı. Arkadaşlar nasıl oluyor? Ofis ne istiyorsa. Evet uşaqlar, indi uşaqların adını yazıb qoymuşam bura. Rabiyə, Məryəm, Əsnad. Benim adım. Hansının adı çıxsa, onunla makyaj videosunu çəkəcəm. Hansının adı çıxsa, onunla makyaj videosu çəkəcəm. Oy. Açıram. Kim çıxdı? Rabiyə çıxdı, Əsnad, getməlisən. Valla Quranan dostu Rabiyə çıxdı. Baxın uşaqlar. Aşkım Rabiş çıxdı. Zarafat eləyirəm. Əlimdə bir dənə də var. Əsma! Aşkım sən buradan göndərərəm, otuşturmuşam sən bura. Deməli, arkadaşlar, mənim Kiko məhsullarının ibarət bir çantam var. Kikonu çox sevdiyim üçün, yəni o markaya qarşı ekstra bir həvəsim olduğu üçün onun məhsullarını digər makyaj malzemələrimdən ayırmışam. Arkadaşlar çok güzel. Ta-ta-ta-tam. Baxın, belə bir makyaj çantası hazırlamışam Kiko üçün. Deməli, bunun içindən bir baxın, çoxlu məhsullar var içində. Hər şey var da demək olar ki. İndi Əsnad bir gözünü yumacaq. Evet, mən işlətməli olduğum şeyi soruşacağım. Hə desə işlədəcəm, deməsə işlətməyəcəm. Razırsan? Evet. Yum gözünü. İşlədim, işlətməyim. İşlət. Tamam. Belə bir Kiko'dan düz tutmuşam. Kiko'dan belə bir
makyaj bazamız var. Bunu ilk dəfədir işlədirəm. Bunu o qədər almaq istəyirdim. Bir dənə tık elə. Bunu o qədər işlətmək istəyirdim ki, həqiqətən neçə vaxtı almaq istəyirdim. Yoxlamaq bu videoya qismət imiş. Açıram qarşınızda. Evet, aç. Əslində təzə evə saxlamışdım, amma dözə bilmirəm, açıram. Deməli, bu makyaj bazasıdır. Ben biliyordum çok güzel seviyorum. Başlığı belə pompalıdır. Olmuş bak. Çıkıyor zaten çıkıyor. Evet. Mat makyaj bazıdır. Deməli, pompalıdır başlığı. İlk dəfə ya Allah bismillah işlədirəm. Qıza üzvə vurma. Təzədir deyə çıxmır içindən. Çık. Biraz. Gözlə aşkım çıxardacağım. Götür beni tut. Ay Allah. Bak. Bak kızıyorum ama yapma. Vermeliyim. Arkadaşlar dökülmüyor. Bitmiş içinde. Ne çabuk bittin sen. Ver bakayım bir tane. Gözü görüm açabilirim aslında, yok. Yok açmalı olmur aşkım. Arkadaşlar çıkartamıyoruz. Aşkım onun dibinde diye şeyi. Pompası dibinde de aşkım. Bakın. Abi satır. Çık. Gözde bacı birden denesin. Arkadaşlar. Ne yapalım ya? Pompamız açılmır. Niye pompa açamıyor? Ha? Geldi. Evet. Makyaj bazını istifadə edirəm. Qəşəng iyi mi? Görək necə olacaq. Bu makyaj zamanı məhsulların üzə yaxşı oturması üçündür. Yəni misal üçün tonalini vururuq ha üzümüzə və yaxud da gözaltı kapatıcı vururuq ha. Çok güzel oldu. Həmin məhsullar üzümüzə qəşəng otursun deyə bunlar onun üçündür. Aşkım saçımı dağıtma, bacının saçın üzünə düşsə yapışacaq hər şey saça. Gözümü aldı. Evet. Makyaj bazımızı sürürük. Burada Sən növbəti cavabını fikirləş, növbəti göstərdiyimə nə cavab? Fikirləşmişəm. Fikirləşmisən? Halaldır sənə. Çox qəşəngdir, qupquru. Qupquru nə idi? Momentan üzümə sərinlik verdi. Bildim sakızlı oldu adamı sevməliydi. Evet, gözaltı nəmləndiricim olmadığı üçün makyaj bazını göz altlarıma da uygulayacağım. Axır ki çıxdı sana çıxdı. Evet. Sən ən sevdiyin makyaj markası indi azdan çoxdan eşitmirsən də mənim dediklərimdən. Mark, Chico, Hı. Labland. Labland? Hı. O nədir? O ver diye. Tuş baş. Potuşbaş Dior olar ya. Diyor. Potuşbaş. Dior bilsə ona potuşbaş. Sonra. Bunlar. Evet, işlətdiyim məhsul Kiko'nun mat baza, makyaj bazasıdır. Bir tane şey biliyorum. Bir tane Mark. Uşaqlar çox qəşəngdir ya bu arada. Al bakalım. Hə, ağardım hə. Yoxsa mən Ben elə videoda görürəm. bak. Ağardım həqiqətən, çox qəşəngdir. Arkadaşlar Tamam, gözünü yum. Gözler oturun. Hə, yumdun gözünü. İşlədəcəyimizi qoy izləyicilərə göstərim. Sən açma hə gözünü. Ay. Evet. İşlədəcəyimiz budur. Kiko'nundur bu da. Ofis yap. İşlədim, işlətməyim. İşte. Tamam. Makyaj fırçası alayım hemen. Deməli, güzel neymişsən? İçində çox qəşəng rənglər var, amma mən sadə rəng işlətmək istəyirəm. Arkadaşlar bakayım bir tane. Baxın, gözümə bunu vuracam. Diblərinə bunu vuracam. Razısan? Ha, ne vuracaksın? Gözümün üstünə bunu, diblərinə də bunu. Ha. Tamam. Başlayıram. Dünən bu arada anama qışqırtma elədik. Oğurlama, makyaj olmaz sənə. Siçan. Bu arada dünən annəmə qışqırtma elədik. Mamam uşaqları dəhşət çox istəyir, həqiqətən. Qəzadan bu yana hətta uşaqlarla mənim aramda bayağı bir ayrı seçkilik eləyir. Ona bax. Sənin yaxşı götür, biraz icazə verin. Rabia gir eşitsə bizi öldürər. Bu başka renkte. Oy da gözümün üstünə qəşəng parıldayır. Başka Götür. Evet.
Ona görə mamamın vaxtı olduqca tez-tez gəlir. Uşaqlara da, bizə də dəyir. Yazıq arvadı dünən gəldiyinə peşman elədik. Qışqırtma çəkib paylaşmışıq. Maşınıvı vurduq qışqırtması. Baxmayanlar varsa gedin əsas səhifəmizdə baxın. Ben çok heyecanlandım. Allah. Çox qəşəng oldu gözlərin üstü. Bilmirəm nə dərəcədə bilinir videoda. Necə oldu əsil? Çok güzel. Qoy diblərinə də ağ vurum. Vurum ağ diblərinə. Vururam ha. Vur. Baxın bu ağı da gözümün pınarlarına. Türklər deyir göz pınarlarıma. Bəs də oğurluq elədin. Bizə bəsdir. Oğru, siçan. Diblərinə də ağ vururam. Çox xoşum gəlir göz diblərinə ağ tem vurmaqdan uşaqlar. Bu arada xahiş edirəm bir dənə dəqiq söz soruşuram. Rəylərdə dəqiq cavab verin mənə amma. Aramızda yeni universitetə daxil olanlar varmı? Arada bulanıqlaşa bilərik. İkimiz də bir yerdə qalmırıq deyə kusura bakmayın. Evet, göz makyajım demək olar ki hazır. Gözümü yum. Gözümü yum. Sən də vurdun. Ayda uşaqlar dəli olacaq. Sen onlardan da video seyredin. Uşaqlara deyəsən ki özümünkünü vurmuşam yaxşı. Sanki bu videonu görməyəcəklərmiş kimi. Gözümü yum. Bunu işlədim yoxsa yox? İşlədim. Doğrudan səndən nə əcəb insaflı çıxdın. Uşaqlar bu gözaltı ağardıcı, kapatıcıdır belə deyək. O fırçanı bacıya özüm götürdüm. Amanet. Gözlərimizin altını bu fırça ilə kapatacağız şimdi. Gözləyin. Çoxdan da bunu işlətmirəm. Alandan cəmi 2 dəfə, 3 dəfə işlətmişəm. Deyilənə görə çox yaxşı kapatır. Aşkım. Yox, bu yox. Kapatıcı yox. Yalanla aşkım demə. Əskuşamam, annemi sevsən. Çox, çox. Həqiqi. Nə qədər Dünyaya qədər sevirəm onu. ciddi deyirsən? Ciddi deyil. Ən çox hansı karakterini dayanmadan bizə hədiyyə verməyini mən deyim öz adından. Dayanmadan hədiyyə verdi. Amma belə də qəşəng hədiyyə verdi. Səncə bəs sizin aranızda Elnarə ən çox hansınızla yola gedir? Mən. Dünən mamama qışqırtma eləmişik. Qışqırtma bitəndən sonra üzrxahlıq eləyirik mamamla. Bu arada gözümün altını ağartdım. Baxırdım ayıp. Arkadaşlar bakın hamısı çıxmışdı. Bu qəşəngdir, amma nəyini bəyənmədim? Biraz fazla qatıdır, qurudur. Quru dərlərə, yəni. En çok bunu benim. Arkadaşlar bakın ben de nedense çikolata çok seviyorum arkadaşlar. Çikolata çok değerli. Böyüyəndə makyaj eləyəsən. Hayır. Böyüməmiş eləyirəm dünən. Hayır yemeyeceğim. Yapmayacaqsan? Ciddisən? Ciddiyim. And iç. Ama diyeyim sana ne? Çikolata. Hə. Kitabda ne zaman? Hicaba girəcəksən. Əsnadın hicab macərasını xatırlayanlar rəylərdə yazın. Arkadaşlar bana hicap yaraşıyor. Yaraşır, sənə hicab çox yaraşır aşkım. Ne düştü? Zəng gəldi. Kim olduğunu tanımıram. Bu nədir? Dayanmadan mesaj zəng. Evet, davam edirik. Her şey düştü yere arkadaşlar. Götürdün düşənləri. Aferin sən mənə, ağıllı qızım. Ben değerli bir şey Bu aralar Əsnad bir dənə ev yığışdırmağa dadanıb. Mənim uşağım ümumiyyətcə hər tərəflidir. Ev yığışdırır, hicaba girir, makyaj eləyir, bəzən. Aşkım, eləyirsən də hamısını dediklərimin. Yaxşı, hesabımı soracağım senden. O videodan sonra beni tehdit ediyor. Hayır arkadaş ben. Of çok seviyorum. Mən də səni çox sevirəm. Yenə dalınca danışma. Gəl bura. Deməli, gözlərimin altını bağladım. Bu biraz quru. Deməli, bu bazanı çox bəyəndim.
far paletindən ötürü onsuz ürəyim gedir. Amma bu biraz quru dərilər üçündür. Yəni bunu vurarkən Səndə də gərək qəşəng nəmləndirəydim üzümü, amma eyb yox. Yenə də idarə edər. arkadaş enerjiye kışkırtma yapalım. Bir. Növbəti qışqırtma sənə gələcək. Elnarə Niyə? öz sırasını savdı. Niye? Elnarə elədik də. Bilmirəm. Yok, şu olacaqsın. Gözümü yum, gözümü yum. Ben de sizde. Yaxşı, gözümü yum. Yumdum. İşlədim, işlətməyim. İşte. Qışqırtma eləməyim deyə icazə verdin. Eləmedi. Yox, ona söz vermirəm. Eləyəcəm. Harfi şu şey var mı? Aşkım, sən hamıdan daha şirin reaksiya. Hacı mən. Uşaqlar, bax, rəylərdə bir dənə yazın. Bak sana. Ən qəşəng qışqırtma kimdə alınır? Məncə əsnadda alınır hər zaman. Yəni ən şirin reaksiyaları verən, ən çox gülən, ən çox ağlayan, şirin. Bu biri böyüklər eləmirlər qışqırtmada, maraqlı reaksiya vermirlər. Sən qəşəng eləyirsən. Yok, ben serim. Yaxşı fikirləşərim. Hacı mən sana uşaqlar da elədir. Uşaqlar heç bilənlər bunu sana. Aşkım, səndən şirin olur axı. Aşkım, şirin. Lütfən amma. Lütfen yalvarma. Lütfən. Her şey bana yapıyorsun. Lütfən. Her şey bana yapıyorsun. Eləməyim. Hayır. Yaxşı, eləyərəm. Aşkım, sənə qışqırtma gələcək. Bax, Hamısı indi sil bunu. silmirəm. Sılsız. Yaxşı, rüşvət təklif eləyirəm. Hə. Sənə qışqırtma eləməyə icazə versin, icazə verəcəm, bir dənə kiko sürtəsən. Qəbul eləmirsən, yaxşı fikirləş. Kikodan keçdi qışqırtmaya görə uşaqlar. Abi şurada bilən bir on tost kışkırtma ediyoruz. Yox, brentastoj eləmişik də orada eləmədik. Sən görmürsən, biz bir dənə qışqırtmanı 2 dəfə eləyək. Ben gidiyorum üstüne. Getmə, yaxşı, gəl. Gözümü yum. Bunu sürtməyim. Sütme. Sürtməyim. Bir ağzını açaydım, bir göstərəydim. Kontur istəyik uşaqlar. Buradan belə sürtəcəkdim. Sen yarışmışsın. Bu İncitdi. Gör necə qızardı. Benim drama queenlik seviyesi şaka mı? Köynəyə sürtüldü. De bu. Köynəyə sürtüldü aşkım. Təmizləyərik. Sən bacıya oradan şey ver, duxunu ver, duxu da səpəcəm videonun axırına yaxın. Bu da. Bu da. Aşkım, elə qışqırma, elə qışqırma. Hadi atacağız da. Nə? Nə hardadır? Yok diye tersliydi. Aşkım, bunu silməliyəm üzümdən. Siləm. Yox, siləm. Bax, siləm, bax. Qışqırma, aşkım, elə qışqırma. Gözlə, aşkım, elə eləmə. Aşkım, ay aşkım. Yox. Vurdum, gecikdin. Aşkım, üstündə far var, həyatım. Far sürtmə üzümə. Kontroladım üzümü. Çatasınlar. Üzümü kontroladım. Patlarsın. Sen bırak. Yaxşı, da icazə verməsən eləmir. İndi gözünə far Bunun üstündə biraz qalıb, ten. Onu da götürür, sürtür gözünə. Qıza o tünd rəngdədir, onu vurma. Çok güzel. Aman. Hər şeyi saldı yerə. Deməli, gəl bura. Geldi. Gözünü yum. Bunu sürtməyim. Sürtməyim. Niyə belə insafsızlıq? Qışqırtma eləyərəm sənə. Süt. Yox da, tamam, qaydanı pozmuram. Zaten bunun ucu da yox imiş. Ayfuş. Çoxdan qopu bu. Kiko'nun 04 nömrəli dodaq karandaşını vuracaqdım. Əsnad icazə vermədi. Ne yapayım ya? Her şey vurdular. Karandaşın ucu da yoxdur onsuz. Bensiz. Bu arada üzümə vurduğum kontur stik 01 nömrəli Kiko'nun bu kontur stiki idi. Sen misin top bir şey yaxı? Top arıq elədim də aşkım konturuna. Arıq bir şey. Mən çiçinə.
Kıza qışqırma, qışqırma. Camaat dəli oldu, qışqırma. Gözümü yum, soruşuram. Vurum, yoxsa yox? Vur. Bu dəfə insaf elədin. Çıkadı. Çikodu. Ay da her şey. Belə bir allıqdır. Həm highlighterdır, həm ənlikdir. Yəni həm qızardır, həm parladır. Ver bura. Ay Allah, hər şey sürtür üzünə. Qızardım. Bu tərəfə də vuraq. Üzümün necə parıldadığına bir dən baxın. Çox qəşəngdir. O, hər kəsin axtardığı o zərsiz highlighter var ya, üzü şüşə kimi parıldadan. Baxın, bu odur uşaqlar, həqiqətən odur. 1 qram üstündə zər yoxdur, amma par-par parıldadır şüşə kimi. Çox qəşəngdir. Mən bunu bəyənmirdim, amma bugün bəyəndim. Çox xoşum gəldi. Vurum səndə. Çöndür. Şu. Tamam, gözümü yum, indi deyirəm. Bunu vurum, vurmayım. Vurma. Axı mən sən allıq sürtdüm. Kiko'nun, buna baxın, belə bir... Aşkım, Bunu- kamera arkası. Kiko'nun belə bir... Bensiz vurursun. Qoy deyim də. Kiko'nun belə bir lip balmı var idi əlimdə. Baxın, rənglərin qatışma. Bu qabın üstündə deyil, ha, şəkil deyil. Həqiqətən 2 dənə rəng var lip balmın içində. Amma əsnad qoymadım vurmağa. Da gələcək səfərə. Yox, başqa şey soruşacağım onsuzda. Gözdə bir çıxardım onları. Tamam, bunu soruşmuram. Mən deyirəm sən, ya da soruşuram. Yum gözünü. Yumursan, yumdum. Birincini soruşuram. Bunu vurum, vurmayım. Vurma. Bu getdi uşaqlar. 05 nömrə. En sevdiğim rengi diye. Gözünü yum. Bunu vurum, vurmayım. Sıfır neçədir bu? 32. Getdi, qoymadı. Bunu gözdə. Vurum, vurmayım. Vur. Dorda? Ha. Dorda? Ha. Yaxşı, tamam. En sevdiğim renk. 20 nömrədə şükür Allaha sabitləndi. Bu arada 2 dənəsi qalmışdı geriyə. Bir bu 31 nömrə. Bunun gözəlliyinə baxın. Bunu istəyərdim açığı. Bir də bu 27 nömrə. Bu da çox mükəmməldir. Amma onları vurmadıq. Bunu vururuq. Əslində bunu vurmağımız yaxşı oldu. Çünki dodaq karandaşım yox idi. Gözümü yum. Bunu vurum, vurmayım. Vur. Vurum. Hı. Dodaq karandaşın yerinə bunu vuracağım. Kiko'nun 403 nömrəsi. Ay, çox qəşəng rəngi var bunun. Baxın, görün necə nude, qəşəng nude rəngdədir. Qıraqlarını, dodağımı bununla çərçivələyirəm. Bebişim, bebişim. Kontur vura bilmədim axı, ona görə bunu. Öreyim, öreyim. Aşkım, aşkım. Bebişim, bebişim. Evet, dodağımın qıraqlarını bununla kontur elədim. Anlamadın mı beni? Anladım, sən də istəyirsən. Evet. İşlətməmişəm, amma demək olar ki. Sürtürəm, hazırsınız. Çox qəşəngdir. Of, of, of. Görün necə qəşəngdir. Dişlerim ha. Dişləmə. Küsərəm səndən. Qızlara göstərim, baxın rənginə. Çox qəşəngdir rəngi. Mert'in bunu sürt var. O yüzden ki bilinmez. Yox, mən birinci də təklif elədim, qəbul eləyəydim. Bitdi artıq. Evet. Ah, Bitmedi. yaxşı ver. Bitmedi. Qışqırtma eləyərəm. Ver. Yaxşı sürtürəm, gəl, biraz sürtürəm. Yox, xəbərlər olmaz, gəl. Sən də göstərəsən qızlara necə durur dodağında, yaxşı? Amma elə. Göstər bacılara.
İkimiz de Kiko kızı olduk. Bir yerdə. 3, 2, 1. Şo. Deməli, bugün işlətdiyim məhsulları bir dənə tez göstərim sizə qızlar. Və hardan aldığımı da deyəcəm. Baxın, Kiko'nun bu ənliyini işlətdim. 02 nömrəsi. Cherry Cupcake. Çox qəşəng highlighterdır. Qətiyyən sim durmur. Şüşə kimidir. Bizə vermişdin. Hə. Deyirəm onu vermişəm bence. Bu da 02 nömrəli far paletidir. Bu deyəsən artıq satışda yoxdur. Daha sonra bu limited edition Kiko'nun tuşudur. Elə üstünü göstərsəz verəcəklər. Əsnata vurduğum 05'dir. Özümə vurduğum isə 20'dir. Daha sonra dodağımı konturladığım 403 saten pamadasıdır. Keşke bunu vursaydım, bana da vursaydın. Bir de mat Hydra Pro Mat makyaj bazası. Konsillerimin de nömrəsi 01'dir. Ən açıq rəngidir. Və makyajımız tamamlandı. Baxın, bir dənə özümə gözlə. Ay! Nəsə olmadı çənəvə? Hə. Bir dənə özümə saçımıza da açın, baxın. Güzel çıx da bu ekrandan da. Çıkmayacağım. Öyle çizeceğim. Məncə makyajım çox qəşəng oldu. Bir dənə işıqda baxaq. Gitməsiydim. İşıqda bir dənə baxaq. Parıldayıram. Bu bebek saçları da məni çox yorub uşaqlar. Of, bunların yanına gitməsiydim. Kimin? Bunların. Onlar kimdir aşkım? Var. Biz. Hə. Evet, makyajım belə oldu. Bana düşen bir tane orada kız var. Ayda güzgüdə çox qəşəng görünür, amma kamerada tam makyaj olduğu kimi düşmür, elə bilirəm ki. Amma güzgüdə çox qəşəng olur. Arkadaşlar çok güzelim ben gerçekten. Ben de boyayla güzel olurum. Ne boyası aptal kıskanma. Ne boyası aptal, kıskanma, bakımlı olmak. Suç mu aga? Sumaga. Şam, makyajımızı... Özelsin. Gel buraya. Əsnatın da mənim də makyajımı 10 üzərindən puanlayırsınız. Aranızda... Ben çok biliyorum. Of, benim. Aranızda yox, niyə sən də qəşəng görmüsən? Aranızda universitetə qəbul olmaq üzrə olanlar varmı? Birinci kursa, yəni başlayacaq olanlar varmı? Varsa yorumlarda yazın, sizin üçün nə videoları gəlsin. Onu da yazın, növbəti video hansı uşaqla gəlsin, onu da yazın. Göndərilər üzürlü sayın kameramızın yeri dolmuşdu. Düzəltdik, gəldik. Deməli, göndərilər bölməsində Məryəmin də, Rabiyənin də adını qoyacağam. Növbəti video Məryəmlə gəlsin, yoxsa Rabiyə ilə, yəni ikinci Məryəm olsun, yoxsa Rabiyə olsun, siz seçəcəksiniz. Anketi göndərilər bölməsində cavablamağı unutmayın. Makyajlarımızı puanlamağı unutmayın. Suallarıma cavab vermeyi unutmayın. Videonu beğendiyse kanala abone olun. Like atıp yorum yazmayı unutmayın. Arkadaşlar bakın bura. Bye bye. Bye bye.